Hər kəs salam dostlar, kanalıma, videoma hamınız xoş gəldiniz. Bugün qəşəng giriş edəməyəcəm çünki Roblox hesabım çalındı. Bəli. Həmişə burada Noob Kral altdan xətt 31 olardı. İndi də Zompiator var. İnşallah bunu da çalmazlar, yəni. İnşallah çalmazlar. Bəli. Necə oldu sizə deyim. Girmək istəyirdim, o klavye oyunu var ha. Ona girmək istəyirdim. Orada 500 neçə səviyyəm var idi. Girdim ona, sonra hız kasmaq istəyirdim da, biraz kupa kasmaq istəyirdim. Girdim, hər nəysə. Ondan sonra da baxdım, adımı və şifrəmi soruşur. Dedim nəsə Roblox'a güncəlləmə gəlibdir. Girmək istədim, adımla, yəni parolumu girdim. Bir də baxdım, reset parol zat deyir. Ona da bastım, email adresimiz az soruşurdu. Ondan sonra başqa telefonda da yəni o hesabım var idi da. 2 telefonda işlədirəm mən hesabımı. Biri itsə, birində qalsın deyin. Onda girdim, yəni o birisi telefonumdan girdim. Bir də baxdım, onda da hesabdan atıbdır. Bəli. Hesabdan atıbdır. Mən də yəni şok oldum biraz. Çünki hesabın adı və parolunu məndən başqa heç kim bilmirdi. Heç bacımaza da demirdim, yəni qardaşıma, bacıma da demirdim. Və bir də gördüm çalındı. Və bilmirəm artıq necə olacaq. Bu hesabla davam edə biləcəmmi? Yəni bu hesabla videolar çəkəcəm. Mən də bir belə video olsun deyin çəkirəm, yəni. Qorxmayın, ikinci dəqiqədə heç nə olmaz, ikinci dəqiqədə dayandırmayacağım. Biraz MM2 oynayacaq. Burada da qəşəng səviyyəm var idi. İndi baxın neçə səviyyəm var. Hani bir səviyyəm var. Bəli, bir səviyyə. Horse 2 məncə yaxşıdır. Hə. Heç nə olmaz artıq. Hesabım çalındı, getdi. Hə. Artıq bu hesabdan video çəkəcəm. Masum çıxdıq. 1-2 oyun burada oynayacaq. Özüm belə şok oldum. Necə itirdim mən o hesabı. Bir dəfə də itirmişdim. Roblox'lu hesabım. Ondan sonra bir dənə də hesabım var idi. Bisonsuz 13. Onu da itirdim. Ondan sonra çoxlu hesablar itirmişəm. Yox, Bisonsuz başqa telefonumda var. Yəni şifrəsi, parolu. Hə, nəysə. Başqa telefonumda var. Ona dərd eləmirəm. Bir dənə hesabım var idi. Onu da itirdim. Ondan sonra çox hesab itirmişəm, yəni. Belə dərdimi sizlə bölüşmək üçün bu videonu çəkirəm. İnşallah siz də heç bir sayta, heç kimsəyə şifrənizi vermərsiniz. Mən də verməmişdim, amma çoxlu sayta qoşulurdum. Hə, onun üçün siz sayta qoşulmayın. Mən niyə vurur ala bu? Ay, mən deyiləm. Buna baxsana, məni vurur. Görsən yanındadır. Hər neysə. Buradan qaç. Mən görmədi. Ay blət. Heç nə olmaz, yəni. Belə, yəni uduzdum. Həm də ki hesabımı uduzdum. Və sizə çox həqiqi mənada deyim. Heç bir sayta qoşulmayın. Heç bir kimsəyə güvənib hərəkət etməyin. Sizin də
belə hesabınız çalına bilər, yəni. Bəli. Görüm kim qalıb. Hə, baxaq görək. Ay. Özüm belə şok oldum. 2 telefonumda da nətər çala biliblər bunlar. Həqiq mənada çox şok oldum. Artıq heç nə olmaz, sağlıq olsun. O birisi hesabımı da sizə göstərirəm. İndi oyundadır yoxsa oynamır mı? Göstərərəm. Hər neysə. Mən bir şeyə görə hesabdan çıxmışdım. Sonra bir dəfə də girmək istədim. Parolunu çox yaxşı bilirdim, yəni. Yəni yadımdan çıxması qeyri-mümkün idi. Bir də girmək istədim. Reset nə bilim nə deyirdi. Reset şifrə, reset long nə bilim nə deyirdi. Onun üçün də artıq heç kimə güvənməyin. Bu arada katil olduq. Blət! Yox! Hoppanmağa bastım, hoppanmadı. Ayda. Heç nə olmaz. Mən şerif yaxşı ola bildim, yəni şerif. Elanuru çək birinci də öldürərdim. Bu yaxşıdır. Nə axarır ala bu? Hər neysə. Masum ox yenə. Buradan keçək. Buraya gizlənmək olar əslində. Mənim tülkü şey görsənir. Belə gizlənmək olar. Всем gizlənmək olar burada. Bəlkə yaxın vaxtda kompüterdə, yəni videolar çəkdim. Bilmək olmaz. Bilət, bu hardan çıxdı? Heç nə olmaz, heç nə olmaz. 49 madeni param var. Bəli. Video bura qədər olsun məncə. Bir də göstərim sizə hesabımı.
bura gəlib yazanda düşür, baxın. N o b kral. Bir dəqiqə ola, mən hara yazdım? Arkadaşlıq yerinə. Baxın, budur. Hesabım oyunda 4 hələ ki. 5 Robux'a Galaxy kofta almışdım. Neş? Arkadaşlıq atacağım, görəsən qəbul edər. Kimsə çalıbsa, görəsən yeyər. Yəni sağ olun, salamat qalın və heç kimə də güvənməyin. Sağ olun.